Hər kəsə salamlar. Yeni həftəmizdəyik və Sualım var rubrikasında məktubla davam edirik. Aygün xanım salam, ümid edirəm işləriniz qaydasındadır. Bu məktub vasitəsilə həm sizə sualımı ünvanlamaq, həm də illərdir paylaşdığınız məlumatlar və yaratdığınız bu şərait üçün sizə təşəkkür bildirmək istəyirəm. Siz də sağ olun, mənim üçün də çox dəyərlidir. Həmişə qeyd edirəm Instagramda ki, məktublar mənim üçün çox dəyərlidir, güvəniniz də və sağ olun. Deməli keçim sualıma. Son vaxtlar özüm haqqında bir şeyi fərq etmişəm və bunu anlamaqda çətinlik çəkirəm. Uzun illər müxtəlif sağlamlıq problemləri, xüsusilə də 10 ildən çox davam edən akne ilə mübarizə aparmışam. Hiss edirəm ki, həmin dövrlər prioritetlərimə çox təsir edib. Məsələn, əvvəllər məni çox incidən, ayrılıq acısı, iş burnout-u, yəni işdən yorulmaq, bezginlik yaranması və ya digər emosional çətinliklər indi mənə daha kiçik və o qədər də ciddi görünmür deyə bilərəm. Amma əslində görünür. Sadəcə mən özümə xatırladıram, başqa problem olanda ki, sağlamlığınla bağlı nə qədər ağır şeylər yaşamısan, boş ver, bu nədir ki? Və bununla indiki problemləri sanki kiçildirəm. Həm də bu düşüncə bir tərəfdən mənə müəyyən təskinlik verir ki, nələri keçmişəm, səhhətimlə bağlı ən dərin dəyərsizlik və sair və duyğular yəni xatırladırsınız özünüzə bunu. Amma eyni zamanda bu proseslə bağlı narahatlıq da yaşayıram. Sanki belə düşünməklə digər həyati problemlərlə bağlı öz hisslərimi və yaşadıqlarımı dəyərsizləşdirirəm və hisslərimi emal etməmiş atıram, boğuram və onları kifayət qədər ciddi qəbul etməməyə çalışıram. Bu da məndə daxili bir dilemma və narahatlıq yaradır. Bir tərəfdən düşünürəm ki, əsas olan can sağlığıdır və digər problemləri bəlkə də çox şişirdirik. Digər tərəfdən isə qorxuram ki, bu yanaşma hisslərimi basdırmaq və özümə qarşı haqsızlıq anlamına gəlir. Bu halın psixoloji olaraq nə ilə bağlı ola biləcəyini, hər hansısa adı olub-olmadığını və ümumiyyətlə bunun normal sayılıb-sayılmadığından anlamaq istəyirəm. Çünki əziyyət çəkirəm. Ümid edirəm özümü düzgün ifadə edə bildim. Əvvəlcədən təşəkkürlər. Və bəli, etdiniz. Məncə, yəni sizi başa düşdüm. Bilirsiniz, siz burada öz özünüzün hiss edən, yəni real mənə qarşı olan nifrətin də deməzdim, amma nifrətə yaxın bir hissinizdən danışırsınız fərqində olmadan. Siz öz gözünüzdə, ideal obrazınızda güclü birisi kimi görürsünüz. Güclüyəm. Güclü olmaq isə çox zaman bərabərdir hisslərə sahib olmamaq. Hətta burada da məsəl üçün öncəliklə problemlər yaşamısınız səhhətinizdə, keçmiş olsun. O problemlərin öhdəsindən gəlmək sayəsində də elə bil ki, özünüz öz üzərinizdən öz güvəninizi qaldırırsınız. Yəni real mən bu problemlər baş verəndə çox incinib, çox emosional duyğular yaşayıb və mən indi bir növ deyirəm ki, hə, gör mən sən nələr yaşamısan. Görürsüz, sən deyirsiniz bax, sən nələri keçmisən, səhhətinlə bağlı. Elə bil hansısa mənlə danışır və bir növ deyir ki, bu barədə zırıldama. Bu barədə deyinib danışma. Bu nədir ki? Bunu ləğv et, bunu hiss etmə. Başa düşürsüz? Elə bil ki, ideal məndən siz güclüsüz, hansında ki, problemlər yoxdur. Amma bu tərəf hansı ki, hiss edir, sizi özünüzü öz gözünüzdə rus dilində belə qəşəng söz var, nıtik, belə daima belə zırıldayan, şikayət edən bir insana çevrilir. Siz də elə insanlardan zəhləniz gedir, xoşunuz gəlmir. Ona görə öz gözünüzdə də özünüzü elə görəndə deyirsiniz ki, yox, hazıram ləğv etməyə bütün hər şeyi. Mənasızlaşdırmağa, yetər ki, öz gözümdə o insana çevrilməyim. Çünki burada məsələn o problemin kiçiltməsi, problemin o gülünc səviyyəyə gətirməsi, əşi bu nədir ki, boş ver, belə əhəmiyyətini itirməsi, bunu ona görə edirsiniz ki, öz gözünüzdə zəif görsənməyəsiniz. Çünki onda əks halda belə olur ki, mənim bu problemim də var. Əvvəl səhhətim, sonra iş burnoutum, hələ sonra bu, sonra sevgilidən ayrıldım. Sonra bu nədir, mən başdan ayağa probleməm kimi gəlməyə başlayırsınız özünüzə və bu sizin heç xoşunuza gəlmir. Elə bil ki, siz əslində
hiss edirsiniz, hamımız real olaraq biz hiss edirik. Amma o tərəfiniz qoymur, siz bir növ özünüzün yanına emosional dəstək üçün gələ bilmirsiniz. Çünki bir növ belə o insan mamasının yanına gələr və deyər ki, mama bəs ayrıldım, danışmaq istər, içindəkini boşaltmaq istər. Mama da deyir ki, ay yenə sənin problemin var. Da yoruldum, nə qədər olar da gah xəstələnirsən, gah sevgilindən ayrılırsan, gah işdən yorulmusan, gah və insan özünü həqiqətən sanki problemli birisi kimi hiss edir. Normal, real insan yox, hansın ki, həyatında daima hadisələr baş verir və insan bunu emosional olaraq yaşayır, həzm edir, anlayır, sonra analiz edir, bir yerlərə qoyur və həyatını davam edir, düzdür? Amma biz o qədər özümüzə mükəmməliyətçi kimi yanaşırıq, robot kimi yanaşırıq, çünki hisslər bizə mane olur. Hisslər sizə də mane olur. Öz gözünüzdəki o aygün qoyaq da, aygün olmağa davam etməyə mane olur. Ona görə siz rədd edirsiniz. Amma bir tərəfdən də o deyirsiniz, doğru deyirsiniz ki, mən özümə qarşı sanki haqsızlıq edirəm. Əslində bu haqq sözündə çox böyük bir məna var. Siz özünüzə bu haqqı vermirsiniz yaşamağa. Emosiyalarınızı insan olaraq var olmağa, mövcud olmağa icazə vermirsiniz. Siz deyirsiniz ki, elə bil ki, hissləriniz siyahı ilədir bir növdə. Deyirsiniz ki, okey, böyük problem varsa, böyük dərəcədə emosionallığa yaşamaq olar. Yaxşı, burada sənə icazə verdim. Burada həqiqi problemlərin var idi, yaşadın. İndi bu problem axı bununla müqayisədə daha kiçikdir. Ona görə burada kədərin çox kiçik olsun. Ya da yox. Qərara gəldim, heç kədərin burada olmasın. Qəzəbin də olmasın burada. Çünki bununla müqayisədə mənim koordinatlarımda, sistemimdə burada buna görə məsəl üçün hiss etmək olar. Buna görə hiss etmək olmamalı. Buna görə bu qədər qəzəb hiss etmək olar. Buna görə isə bu qədər qəzəb hiss etmək olar. Burada heç kim sənə heç nə səbəb vermirsə, həyat sənə o qədər də səbəb vermirsə, ya sən başa düşmürsənsə ki, səbəb var yoxsa, onda vəbşə heç qəzəblənmə. Başa düşürsüz, elə bil ki, robotik bir yanaşmadır da, amma hisslər onlar var. Onlar sadəcə var. Biz əvvəlcə başa düşürük ki, mən bunu hiss edirəm, sonra anlamağa çalışırıq ki, nəyə görə hiss edirəm. Sizdə isə siyahı ilə gedir bu. Ona görə yəni buna görə hiss etmirsən, okey, bəsindir. Da bunlara görə lazım deyil. Olmaz. Və siz özünüzə bu haqqı tanıya bilmirsiniz deyə, özünüzə bu icazəni verə bilmirsiniz deyə, hər dəfə o belə bir növ o hisslərini bağlayıb belə insan qorxa-qorxa gedərək kiminsə yanına, o da hər dəfə ona gedir ki, əşi boş ver nədən? Əşi boş ver. Bilirsiniz nə yadıma düşdü? Mən o vaxtlar bunu eləyirdim, yazıq mama. Zəng eləyirdi, nəyisə paylaşmaq istəyirdi, deyinib danışmaq istəyirdi kiminsə haqqında. Mən də daha hissiyatsız vaxtlarım idi modan. Dedim, əşi anneciğim boş ver də. Dedi, əşi deyirəm, neysə, nə mama, bunun barədə elə hisslər də yaşayırsan, nə bilim, gərginlik yaşayırsan. Əşi boş ver, getsin, o kimdir ki, ona görə. Axırı bir gün anam çox hissləndi və dedi, mən anneciğim deyirdim ona. Deyir, anneciğim onu boş ver, anneciğim bunu boş ver. Səninlə də danışmaq olmur heç bir şey. At trubkanı. İndi mən onu başa düşürəm ki, nə dərəcədə daima mən ləğv edirdim onu hiss etdiyimdən. Çünki özüm bağlı deyildim hisslərə. Mən də hiss etməyən anayla böyümüşdüm. Nəysə. Və siz burada fərqində olmadan bir növ özünüzdən o hiss etməyə haqq ala bilmirsiniz, icazə ala bilmirsiniz deyə bu məktubla bir növ mənim yanıma gəlmisiniz ki, Aygün xanım, bu normaldır. Mən hiss edə bilərəm. Mənə icazə verə bilərsiniz hiss etməyə. Məndən o icazəni istəyirsiniz. Məndən o xeyir duanı istəyirsiniz. Mən istəyirsiniz ki, mən sizə deyim ki, olar və mən sizə deyirəm. Olar. Sizin hiss etməyə, bütün hisslərinizi hiss etməyə haqqınız var. Onları həzm etməyə, emal etməyə, anlamağa, yaşamağa haqqınız var. Əgər məndən bu icazəni istəyirsinizsə, çünki içinizdəki çox qəddardır və sizə bunu vermirsə, mən sizə ürəkdən bu icazəni verirəm, spravkanı yazıram, altından da xətt çəkirəm, baxın burada. Peçata da qoyuram, olar. Həm sizə olar, bunu izləyən hər kəsə olar, mənə də olar. Biz hisslərimizi yaşaya bilərik. Onları görə bilərik, onların fərqində ola bilərik. Onlar önəmlidir, çox önəmlidir. Çünki sadəcə hisslərimizin sayəsində biz başa düşürük biz kimi, nəyi və bizimlə nə baş verir. Və hisslərinizi hiss etmək dərhal hərəkətə keçmək demək deyil. Onları həzm edəndən sonra onsuz da insan başa düşür. Onunla nə baş verir? Başa düşmürsünüzsə gəlin seanslarda işləyək və sonra nə edəcəyini anlayır.
Yəni bəli, sizin haqqınız var, və özünüzün o hissləri daima ləğv edən, ideal olmağa çalışan, daha qəddar, daha hisssiyatsız, çox daha hisssiyatsız, güclü hissləri ləğv edərək güclü olmağa çalışan, tərəfinizin fərqində olmağa çalışın. Bu günlük bu qədər. Gələn həftə yenidən görüşürük. Like və şərhlərlə dəstəkləyin. Mənə çox kömək olur. Sağ olun.